Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Sınaq ona baxacağıq bugün. Mövzular dünya nəqliyyatı və iqtisadi əlaqələr, Azərbaycan iqtisadi rayonları, bəşəriyyətin qlobal problemləri. Sual 1. Xəritə sxemi əsasən ərazisindən beynəlxalq əhəmiyyətli neft və qaz kəmərləri keçən iqtisadi rayonları müəyyən edin. 4-ə baxırıq. 4 Şirvan Salyan iqtisadi rayonudur. Bəli, 4-dən keçir. Bir də 6-dan keçir. 6 mərkəzi Arandır. Buradan da beynəlxalq əhəmiyyətli neft və qaz kəmərləri keçir. Bizim doğru cavabımız olacaq B variantı 4, 6. İkinci suala baxırıq. Tullantıların təkrar emalı sahəsində qabaqcıl yer tutan ölkələr. Deməli, tullantıların təkrar emalında qabaqcıl yer tutan ölkələr Almaniya, İsveçrə və Yaponiya ölkələrdir. Bu ölkələr liderlik edir. Belə ki, həmin ölkələrdə tullantıların 30-40% yandırılır. Buna görə də biz baxırıq variantlara. İsveçrə, Almaniya, Yaponiya C variantını götürəcəyik 2-də. Doğru cavab C variantı. İsveçrə, Almaniya, Yaponiya bu ölkələr liderlik edir. Təkrar emalı sahəsində tullantıların. 2C. Sual 3. Beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyət istiqamətlərinə aid deyil. A. Valyuta mübadiləsi aiddir. B. Kreditlərin verilməsi də aiddir. C. Daşınmaz əmlak alqı-satqısı aid deyil. D. Qiymətli kağızların alqı-satqısı aiddir. Y. Qızıl fonların təşkili aiddir. Deməli, bizim doğru cavabımız C variantı olmuş olacaq. Daşınmaz əmlak alqı-satqısı beynəlxalq maliyyə mərkəzlərinin fəaliyyət istiqamətlərinə aid deyil. 3C variantı. Sual 4. Əlamətlərin aid olduğu iqtisadi rayonu müəyyən edin. Pambıqçılıq və bostançılıq inkişaf etdirilir. Şimal-cənub nəqliyyat dəhlizi üzərində yerləşir. Cənub dirisi fəaliyyət göstərir. Yollu bromlu su yataqları vardır. Bu təbii ki, Şirvan Salyan iqtisadi rayonudur. 4-cü cavabı C variantıdır. 5-ci suala baxırıq. İl ərzində A ölkəsində ticarət dövriyyəsinin 25%, yəni 35 milyard ABŞ dolları idxalın payına düşərsə, ixracın dəyərini hesablayın ABŞ dolları ilə. Gəlin bunu edək. Münasib yolu ilə edəcəyik bunu. Deməli, deyir ki, A ölkəsində ticarət dövriyyəsinin 25%, yəni 35 milyard ABŞ dolları idxalın payına düşür. Deməli, 25%, 35 milyard. Bu idxaldır. Qalan 75% də təbii ki, ixracın payına düşəcək. 75%-i biz tapmalıyıq. X bərabərdir 75 vurulsun 35 bölünsün 25. O da bərabərdir 105. Deməli, biz tapdıq ki, ixracın dəyəri 105 milyard ABŞ dollarıdır. 5-ci cavabı B variantıdır. Sual 6. SSS istiqamətli turizmdən daha çox gəlir əldə edən ölkələr. SSS istiqamətli turizm nədir? Deməli, dünyada uzun illər turizmin əsas etalonu dəniz, günəş, quma əks etdirən SSS olmuşdur. Hazırda isə turizmin inkişaf istiqaməti milli adətlər, peyzaj, asudə vaxtı əks etdirən el hesab olunur. Bizdən indi SSS soruşur. SS təbii ki, nə dedik? Dedik, həm dəniz, həm günəş, həm də qum olmalıdır. İndi baxırıq A variantına. Norveç, bura soyuq ölkədir. Götürməyəcəyik Norveçi. B variantına baxırıq. İspaniya, Baham adaları, Maldiv, bəli. Hər üçündə həm dəniz, həm günəş, həm də qum var. Ona görə biz 6-nı da B variantını doğru cavab kimi götürəcəyik. Keçdik 7-ci suala. Uyğunluq pozulmuşdur deyir. Baxırıq variantlara. Kapital ixracı. Kapital ixracı ölkələrarası investisiya qoyuluşudur. Bəli, A variantı düzgün cavabdır.
B. Görünməz ixracat müxtəlif növ xidmətlərin göstərilməsidir. Bəli, doğru cavabdır. C variantı kompensasiya sazişi faydalı qazıntı yataqlarının birgə istismarı deyil. Təbii ki, bu səhv cavabdır. Burada uyğunluq pozulub. Kompensasiya sazişinin bir başqa adı ödəmə öhdəliyidir. Bu saziş əsasında kreditor şirkətlər ölkə ərazisində birgə layihə həyata keçirir ki, burada kredit layihə çərçivəsində istehsal olunan məhsul hesabına ödənilir. Buna tipik misal kimi 1994-cü ildə bağlanmış əsrin müqaviləsini göstərə bilərik. Yəni 7-də C-də uyğunluq pozulub, bizdən də pozulanı soruşur. 7 bizim cavabımızdır. C variantı olacaq. 8-ci suala baxırıq. Qonşu iqtisadi rayonlar arasında əlaqələndirici mövqeyə malik olmayan iqtisadi rayonlar. Bir Şəki-Zaqatala əlaqələndirici mövqeyə malikdir. 2 Lənkəran-Astara, bəli, bu götürəcəyik 2-ni. 3 Qarabağ əlaqələndirici mövqeyə malikdir. 4 Qazax-Tovuz, bəli, bu da mövqeyə malik deyil, əlaqələndirici mövqeyə malik deyil. 4-ü götürürük. Sonra bir də Quba-Xaçmazı götürəcəyik təbii ki. Quba-Xaçmaz da digər rayonlar arasında əlaqələndirici mövqe tutmur. 2, 4, 6 bizim doğru cavablarımızdır. 8-in cavabı A variantıdır. 9-cu suala baxırıq. Beynəlxalq maliyyə mərkəzlərinin daha çox yerləşdiyi, inkişaf etməkdə olan ölkələr. Baxaq görək. Yeni Zelandiya, Rusiya, Səudiyyə Ərəbistanı, xeyr, bu deyil. B variantına baxırıq. Braziliya, Hindistan, Birləşmiş Ərəb Əmirliyi. Bizim doğru cavabımız B variantıdır. Həmin bu inkişaf etməkdə olan ölkələrdə beynəlxalq maliyyə mərkəzləri daha çox yerləşir. Digərlərinə baxmırıq heç. Ona baxırıq. Onda nə deyir? Hər 100 kvadrat kilometrə düşən dəmir yolu sıxlığının artmasına görə ardıcıllığı müəyyən edin. Gəlin baxaq. Deməli, 1 Yaponiya dəmir yolunun uzunluğunu verib 20.000 kilometr, ölkənin sahəsini verib təbii ki 378.000 kvadrat kilometr. Gəlin bunu edək bir-bir. Deməli, birinci Yaponiyadan başlayırıq. Ölkənin ümumi sahəsi 378.000 kvadrat kilometrdir. Deməli, 378-ə ümumi dəmir yolunun uzunluğu 20.000 kilometrdir. 20.000. Bizdən 100 kvadrat kilometrə düşən dəmir yolunun sıxlığını soruşur. 100 kvadrat kilometr x. Buradan x-i tapacaq. Cavab təqribi alınacaq. 5,29. Bu Yaponiya idi. Yaponiya. İkinci Almanyaya baxırıq. Deməli, 357.000 kvadrat kilometr sahəyə. $41.000 kilometr ümumi uzunluq. 41.000. Bizdən yenə 100 kvadratı soruşur. 100 kvadrat x bərabərdir. 41.000 vurulsun 100. Mən yenə birbaşa cavab yazacağım. Bura 41.000. Bölünsün 357.000. 11,48. Bu da Almanya oldu. Sonra digərinə baxaq, Çinə baxaq. Deməli, yenə ölkənin sahəsi 9.600.000 kvadrat kilometr. Ümumi uzunluq, dəmir yolunun ümumi uzunluğu 150.000. 100 kvadrata düşəni tapacaq. X bərabərdir. X
sıfırı da gələk yanına bölünsün. Birbaşa cavabı yazacağım mən. 1,56. İndi bu hansı oldu? Çin oldu. İndi bizdən nədir? Dəmir yolu sıxlığının artmasına görə. Artmasına görə deyirsə, deməli biz götürəcəyik 3-ü birinci. Bu 3 idi. Çin 3 idi. Almanya 2 idi. Yaponiya 1 idi. Sıxlıq ən az Çində olub. 1,56. 3-ü götürürük. Sonra olub Yaponiyada 5'dan daha doğrusu 1'i götürür deməli. 1 sonra 2'ni götürəcəyik təbii ki. Sıxlıq get-gedə artıb. 3, 1, 2 bizim doğru cavabımızdır. Onun cavabı A variantıdır. 11-ci suala baxırıq. Eyler-Venn diaqramına uyğun olan bəndləri müəyyən edin. Avtomobil nəqliyyatı, boru kəmər nəqliyyatı. Gəlin buradan yazaq. 1, 2, 3'ü. Birə baxırıq. İnkişafı təbii ehtiyat və tranzit coğrafi mövqeyi ilə əlaqədardır. Bu boru kəmər nəqliyyatıdır. Bir gedəcək 2-yə. Mərkəzi Avropada sıx şəbəkəyə malikdir avtomobil nəqliyyatı. Daşıdığı yüklərin növ tərkibi zəngin deyil. Bu boru kəmər nəqliyyatına aid olacaq. Əksər ölkələrdə əsas nəqliyyat növü avtomobil nəqliyyatıdır. ET inkişafına təsir göstərib hər ikisi də. Bu da 3-ə aid olmuş olacaq. Deməli 1'ə 2, 4, 2'yə 1, 3, 3'ə isə 5. Bizim doğru cavabımız 11'də Y variantıdır. 12-ci suala baxırıq. Azərbaycanın müvafiq olaraq ixrac və idxal etdiyi məhsulları müəyyən edin. A. Xam neft, taxıl ixrac etmir. A variantı səhvdir. Meşə materialları ixrac etmirik. B də çıxdı sıradan. C. Şərab, mahluc, bəli. Meşə materialları, dərman, bunları da idxal edirik. Doğru cavabımız elə 12-də C variantıdır. Digərlərinə baxmırıq. 13-cü suala keçid edirik. Azad iqtisadi zonalara aid xüsusiyyətləri müəyyən edin. Deməli, aizlər yalnız xarici bazara xidmət edir. Xeyr, bu səhv cavabdır. 1'i götürmürük. 2. Aizlər inkişaf etmiş ölkələrin yerləşdiyi regionlarda iqtisadi qeyri-bərabərliyin aradan qalxmasına şərait yaradır. Bəli, 2'ni götürəcəyik. Doğru cavabdır. 3. Aiz ölkə ərazisinin bir hissəsi olub, müəyyən güzəştlərə əsaslanan xarici ticarət məkanıdır. Bəli, 3'ü də götürəcəyik. Aizlərə investisiyalar cəlb olunur, yeni iş yerləri açılır. 4 də həmçinin düzgün cavabdır. Son dövrlər aizlər inkişaf etməkdə olan ölkələr arasında götürülür. Xeyr, bu səhvdir. Aizin yaradılmasına əsas məqsəd xammal ixracını həyata keçirməkdir. Bu da təbii ki, səhv cavabdır. Doğru cavablarımız 2, 3, 4. Onun üçün cavabı B variantı. 14-cü suala baxırıq. Fıraqdan daha çox gəlir əldə edən ölkələr. Fıraq nədir? Fıraq kirayə verilən gəmilərdən alınan haqdır. İndi biz həmin fıraqdan daha çox gəlir əldə edən ölkələri seçməliyik. Deməli, Panama, bəli, götürəcəyik. Liberiyanı da həmçinin götürəcəyik. Fıraqdan çox gəlir əldə edirlər. Bir də Singapuru götürəcəyik. Singapur da həmçinin fıraqdan daha çox gəlir əldə edən ölkələr sırasındadır. 1, 2, 4 bizim doğru cavabımızdır. 14'də A variantı. 15'e baxırıq. Yüksək dağlar, arktik və tropik səhralar, ekvatorial cəngəlliklər, ətraf mühitin ekoloji vəziyyətinə görə hansı qrupa aid edilir? Bu təbii ki, təbii vəziyyətdir. Təbii vəziyyətdən söhbət gedir. 15'in cavabı C variantıdır. 16-cı suala baxırıq. Əhalinin milli tərkibinin yekcins olduğu iqtisadi rayonları müəyyən edin.
Birə baxırıq, bir Qazax Tovuz iqtisadi rayonudur. Bəli, burada Y-cinsdir. Biri götürürük. Sonra 2-yə baxırıq. 2 Lənkəran-Astara iqtisadi rayonudur. Burada Y-cins deyil, götürməyəcəyik. 6 Şirvan-Salyan iqtisadi rayonudur. Bəli, burada Y-cinsdir, 6-nı götürəcəyik. Sonra Naxçıvanda da Y-cinsdir, 5-i də götürəcəyik. Digərlərində isə Y-cins deyil, onları götürməyəcəyik. Deməli, hansı variantlar oldu? Hansı? 1, 5, 6 bizim doğru cavabımızdır. 16-cı cavabı Y variantıdır. 17-ci suala keçid edirik. Mərkəzi Aran və Şirvan-Salyan iqtisadi rayonlarına aid oxşar xüsusiyyətləri müəyyən edin deyir. Bir şəkər çoğunluğu becərilir. Xeyr, səhv cavabdır. Hidroenerji ehtiyatlarına istifadə edilir. Xeyr, ortaq cəhət deyil. Yodlu bromlu su ehtiyatlarına malikdir. Bu da səhv cavabdır. Elektroenergetika müəssisələri var. Bəli, hər ikisində də elektroenergetika müəssisələri var. Şərq-qərb nəqliyyat dəhlizi üzərindədir. Bu da doğru cavabdır. 4, 5. 17-nin cavabı D variantıdır. 18-ci suala baxırıq. İqtisadi rayonların ərazisinin mütləq hündürlüyünə görə azalan sırasını müəyyən edin. Deməli, ən hündürü Şərqi Zəngəzurdur. 1. Sonra Qazax Tovuz gələcək. 4. Sonra Mərkəzi Aran və ən sonunda Milmuan. 1, 4, 3, 2 bizim doğru cavabımızdır. 18-in cavabı B variantıdır. 19-cu suala keçid edirik. Dünya okeanının daha çox çirklənməyə məruz qalan hissəsi. Deməli, hidrosferin əsas çirklənmə mənbələri neft və neft məhsullarının çıxarılması və daşınması zamanı baş verən qəzalar, sintetik yuxucu maddələrin su hövzələrinə axıdılması, əlvan metallurgiya sənayesinin təhlükəli tullantılarının okeana axıdılması və s.dir. İndi gəlin baxaq görək, hansı körfəzlərdə, hansı dənizlərdə vəziyyət kritikdir. İndi baxaq, 1 Meksika körfəzidir. Bəli, bura neftlə çirklənib. Biri götürəcəyik. Sonra 2 Şimal dənizidir. Bəli, burada neftlə çirklənib. 2-ni də götürəcəyik. 3 isə İran körfəzidir. Burada neftlə çirklənmiş körfəzdir. 3-ü götürürük. 1, 2, 3 bizim elə doğru cavabımızdır. 19-un cavabı B variantıdır. 20-ci suala baxırıq. Uyğunluq gözlənilmişdir. Filadelfiya limanı, La-Manş boğazı, bir də Hamburq limanı. Bəli, bir də uyğunluq gözlənilib. 2-yə baxırıq. Rastanura, Hörmüz, Şanxay. Bəli, burada da uyğunluq gözlənilib. 1, 2 bizim hələ ki doğru cavabımızdır. Bir də 5 olacaq. İskəndəriyyə, Hörmüz, Xarkov. Burada da uyğunluq həmçinin gözlənilib. 20-nin cavabı B variantıdır. 21-ci suala keçid edirik. Şimal-cənub nəqliyyat dəhlizinin keçdiyi hansı iqtisadi rayonun ixtisaslaşması düzgün verilməyib? Quba-Xaçmaz meyvəçilik üzrə ixtisaslaşıb, tumlu meyvəçilik. B. Abşeron xası kimya məhsulları üzrə ixtisaslaşıb, 21 B də düzgündür. C. Milmuğan pambıq üzrə, bəli, düzgündür. Şirvan-Salyan şəkər istehsalı üzrə ixtisaslaşmayıb, səhv cavabdır. Lənkəran-Astarada da faraş tərəvəzçilikdir, doğrudur. 21-in cavabı D variantıdır. Burada düzgün verilməyib, ixtisaslaşma D variantını götürəcəyik. 22-yə baxırıq. İnsan inkişaf indeksinə aid göstərici deyil. 1. Ümumi daxili məhsulun adam başına düşən həcmi insan inkişaf indeksinə aid göstəricidir. 2. Təhsil alanların sayı. Təhsil alanların sayı göstəricidir. 2-ni də götürmürük. Adam başına düşən meşə sahəsi yox, insan inkişaf indeksinin göstəricilərindən deyil, 3-ü götürəcəyik. Hər 1000 nəfərə düşən təbii artım da
göstəricilərdən deyil, 4-də götürürük. Orta ömür müddəti göstəricilərdən də onu götürməyəcəyik. Ölkədə olan ali təhsil müəssisələrinin sayı da göstəricilərə aid deyil, 6-nı götürürük. 3, 4, 6 bizim doğru cavabımızdır. 22-nin cavabı Y variantıdır. 23-cü suala baxırıq. Müəssisə enerjiyə olan tələbatını ödəmək üçün il ərzində 50 min ton neft istifadə edir. Nefti əvəz etmək üçün müəssisəyə neçə ton daş kömür lazımdır? Deməli, yanacaq növləri istilik vermə qabiliyyətinə görə fərqlənirlər. Onları müqayisə etmək üçün şərti yanacaq vahidi kimi istilik vermə qabiliyyəti 7000 kilokalori olan 1 kiloqram daş kömür qəbul olunmuşdur. Bizdə deyir, neft istifadə edilib il ərzində 50 min ton. Neftin istilik əmsalı 1,5-dir. Ona görə biz daş kömürlə əvəz etmək üçün nefti 50 mini vuracaq istilik əmsalına. Neftin istilik əmsalına 50 mini, yəni 1,5-ə biz vurmalıyıq. 50 min 1,5. Demin birbaşa cavabı yazacağım. 750 min. 750 min. Birisi də bilirdi. Yox. Birisi dəqiqə. Mən 0-ın birini artıq yazdım burada. 75 min olacaq. Cavab 75 mindir. 23-də. 24-də baxırıq. Xəritə sxemə əsasən turizm, rekreasiya ehtiyatları ilə zəngin olan əraziləri müəyyən edin. Deməli, turizmlə zəngin olan ərazilər 3-dür, 4-dür, bir də 6-dır, Lənkəran ovalığı. Deməli, 3, 4, 6-nı götürürük doğru cavab kimi 24-də. 25-ə baxırıq. Hava nəqliyyatı ilə daha çox yük daşıyan ölkələr. Deməli, Çili yox, ABŞ bəli, ABŞ-ı götürəcəyik. Sonra Avstriyanı götürmürük. Çini götürəcəyik, bəli, Çində hava nəqliyyatı ilə daha çox yük daşıyır, 2, 4. Bir də Almaniyanı götürəcəyik. Almaniyada hava nəqliyyatı ilə daha çox yük daşınır, 5. Bizim doğru cavablarımız oldu 25-də 2, 4, 5. 26-ya baxırıq. Xammal idxalının üstünlük təşkil etdiyi limanları müəyyən edin. Antwerpen limanıdır. 1, Tampa 2, həmçinin. Bir də Tiba olacaq. 1, 2, 4 bizim doğru cavablarımızdır. 27-ci suala baxırıq. Uyğunluğu müəyyən edin. Deməli, 1 Milmuğan ərazisidir. Milmuğan iqtisadi rayonudur. 2 Lənkəran Astaradır. 3 isə Şəki-Zaqatala iqtisadi rayonudur. İndi gəlin uyğunluğu müəyyən edək. Burada yazaq. 1, 2, 3. A. Yevlax, Ağcabədi, Bəhramtəpə avtomobil yolu buradan keçir. Bu Milmuğana aid olmuş olacaq. A getdi 1-ə. İpək kombinatı fəaliyyət göstərir. Təbii ki, Şəki-Zaqataladadır. Bir bura getdi. Sonra əhali sayına görə respublikada ikinci yerdədir. Əhali sayına görə ikinci yerdədir. Bu getmiş olacaq 2-yə, Lənkəran Astaraya. Çayçılıq ixtisaslaşma sahəsidir. Bu da təbii ki, Lənkəran Astaraya aiddir. Pambıq və şəkər çuğundurunun emalını həyata keçirən müəssisələr vardır. Təbii ki, bu da 1-ə aiddir. Deməli, nə oldu? 1 A-yı, 2 C-dir, 3 isə B. Kiçik
Situasiya tipli tapşırıqlara yer kürəsində içməli su ehtiyatları kifayət qədər olsa da, su çatışmazlığı problemi qlobal miqyas almaqdadır. İçməli su ehtiyatlarının çox hissəsi əhalinin məskunlaşmadığı ərazilərdə toplanmışdır. Bu sulardan geniş miqyasda istifadə etmək hələlik mümkün deyil. Aha. Tədqiqatçılar içməli su probleminin gələcəkdə digər problemlərdən daha ciddi ola biləcəyini proqnozlaşdırırlar. Hazırda yer kürəsində 700 milyon nəfər insan su qıtlığından əziyyət çəkir. Mətnə əsasən şirin su ehtiyatlarının çox hissəsinin toplandığı əraziləri və bu ərazilərdə əhalinin məskunlaşmamasının səbəbini müəyyən edin. Təbii ki, həmin ərazilər Antarktida materikidir, Qrenlandiyadır və Arktika adalarıdır. Bu ərazilər ekstremal təbii şəraitə malik olduğundan əhali burada məskunlaşmamışdır. İndi mən burada bunu yazacağım, vaxt getməsin deyə yazıb sonra sizə göstərəcəm. Belə yazdım mən. İstəsəz skrin edə bilərsiniz. Keçdik 29-a. Hansı qlobal ekoloji problemin təsiri nəticəsində mətndə göstərilmiş içməli su mənbələri yox olmaq təhlükəsi altındadır? Təbii ki, bu qlobal istiləşmədir. Buraya yazacaqsınız qlobal istiləşmə. 30 mətndə verilmiş qlobal problemin səbəb ola biləcəyi digər problemləri müəyyən edib yazın. Təbii ki, insanların səhhətinin pisləşməsi, sənayenin zəifləməsi, ekoloji miqrasiya, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi və s. yaza bilərik burada. Belə, bugünlük bu qədər. Gələn dəfədən artıq biz ümumi sınaqlara keçid edəcək sizinlə. Ümumi sınaqlar, bütün bölmələr üzrə burada suallar olacaq. Gələn dəfədən 11 işləyəcək inşallah. Belə, gələn dərsdə görüşmək üzrə. Sağ olun. Hər birinizə uğurlar arzu edirəm.